Venezuela və İrandan sonra Qrenlandiya geosiyasi şərtləri yenidən böhran şkalasına yaxınlaşdırır. Tramp təbii sərvətləri və strateji mövqeyinə görə əhəmiyyətli olan adanı ələ keçirmək niyyətini gizlətmir. Hətta güc tətbiqi hesabına olsa da. Qrenlandiya Amerika Birləşmiş Ştatlarının qlobal planında vacib coğrafiyadır. Rusiya, xüsusilə Çinə qarşı qlobal üstünlük qazanmaq. Arktikaya nəzarət uğrunda mübarizədə mövqelərini gücləndirmək. Monroe doktrinasına əsaslanan Qərb yarımkürəsinə hakim olmaq. Vaşinqton Arktikanı da artıq bu doktrinanın prinsiplərinə daxil edir. Bu baxımdan Trumpın Çin və Rusiya gəmiləri adanı dövriyyəyə alıb iddiası obrazlı görünsə də, reallıqdan uzaq deyil. Qrenlandiyada müxtəlif layihələrin iştirakçısı olan Çin, mineral ehtiyatların istehsalında inhisarçı mövqe qazana bilib. Bu, Amerika Birləşmiş Ştatlarını həm karbohidrogen ehtiyatlardan sonra açıq müstəviyə keçən minerallar uğrundakı qlobal mübarizədə geri salır, həm Arktika bölgəsinə nəzarətdə. Vaşinqton Çinin ada üzərindəki təsirlərini öz zonası hesab etdiyi Qərb yarımkürəsinə əsas təhlükə kimi qəbul edir. Venezuela əməliyyatı ilə Monroe doktrinasının tətbiqinin yenidən praktiki müstəviyə keçməsi fonunda Trump administrasiyasının Qrenlandiyanı nəzarətə götürəcəyi ehtimalları güclənməkdədir. Amma necə? Birinci variant, adanın satın alınmasıdır. Trump 80 il öncə, 1946-cı ildə satın almaq təklifini irəli sürmüş Prezident Trumanın təcrübəsinə istinad etsə də, Qrenlandiya və bağlı olduğu Danimarka buna qarşı çıxıb. İkinci variant, hibrid taktikanın tətbiqidir. Qrenlandiyanı müstəqilliyə şirnikləndirmək, buna nail olduqdan sonra ilhaq etmək. Adanın müstəqillik istəkləri əvvəldən mövcud olsa da, Amerika Birləşmiş Ştatlarının ələ keçirmək istəkləri fonunda bu məsələ arxa plana keçib. Hər iki variantda Amerika Birləşmiş Ştatlarının çətinliklə üzləşməsində Avropanın xüsusi rolu var. Qrenlandiya ilə Arktika mübarizəsində üstünlük qazanan Avropa anlayır ki, adanın Amerika Birləşmiş Ştatlarının nəzarətinə keçməsi təkcə strateji və coğrafi itkilər gətirməyəcək, həm də qlobal siyasətdə mövqelərini zəiflədəcək. Avropa ölkələrinin adaya hərbiçi göndərmələri də say və güc baxımından simvolik xarakter daşısa belə, Vaşinqton qarşısında mövqe sərgiləmək idi. İki mümkün variantın işləmədiyini anlayan Amerika Birləşmiş Ştatları, üçüncü variantı, güc tətbiqini gündəmə gətirib. Birləşmiş Ştatların kiçik qrup hərbiçi ilə qısa müddətdə adanı ələ keçirməsi çətin deyil. Çətin olan bunun siyasi nəticələridir. A. Qrenlandiyaya hərbi müdaxilə NATO-ya hücum deməkdir. B. Bu cəhd Amerika Birləşmiş Ştatları Avropa qarşıdurması yarada və NATO-nun dağılma prosesini başlada bilər. Bu risklər Amerika Birləşmiş Ştatlarının özündə də narahatlıqla qarşılanır. Hərçənd Vaşinqtonun geri çəkiləcəyi ehtimalı zəifdir. Xüsusilə geosiyasi planlarında adanın strateji əhəmiyyət kəsb etməsi bunu deməyə əsas verir. Hazırda Vaşinqton geri çəkilməsi üçün Avropaya iqtisadi rıçaqlarla təzyiq edir. Lakin ticarət müharibəsi riskini yaradan bu gediş də yetərli olmaya bilər. Bu halda gözlənilməz ssenari Avropanın fakt qarşısında qoyulması mümkün variantlardandır. Arktikada geniş hərbi qüvvələrə malik olan Rusiya, Qrenlandiyaya təhlükə yaradacaq addımlar ata, təlimlər keçirə, yaxud müdaxilə görüntüsü yarada bilər. Amerika Birləşmiş Ştatları da təhlükə qarşısında Avropanın adanı qoruya bilmədiyi əsası ilə hərbi variantı işə sala bilər. Ukraynada yaxınlaşan Moskva və Vaşinqtonun Pekinə qarşı uzlaşan maraqları da bu ssenarinin mümkünsüz olmadığını deməyə əsas verir. Qarşılığında Rusiya Ukraynada istədiyini ala, o cümlədən Arktika bölgəsində Çinin artan təsirini neytrallaşdıra və adanın təbii sərvətlərinin istehsalında payçıya çevrilə bilər. Avropada Amerika Birləşmiş Ştatlarının müttəfiqlik prinsiplərinə, NATO nizamnaməsinə qarşı dağıdıcı addım atmayacağına dair ümidlər hələ tükənməyib. Hərçənd, Vaşinqtonun köhnə nizamdan açıq şəkildə imtina etməsi Qrenlandiyanın Qərb İttifaqı üçün çətin sınaq olacağını göstərir. Siyasi şərhçi Asif Nərimanlı. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.